2026 ilə bağlı xəyallarınızı suya atmaq istəməzdim, amma sizə 2 pis, 1 yaxşı xəbərim var. Birinci pis xəbər odur ki, süni intellekt videolarına 2026-cı ildə yenə də aldanacaqsınız və hansının real, hansının süni intellekt olduğunu anlaya bilməyəcəksiniz. İkinci pis xəbər budur ki, bu bacarıq zəifliyi yalnız süni intellekt videolarına aid deyil. Təəssüf olsun ki, mediada gördüyümüz şeyləri belə anlamaqda həll çətinlik çəkirik. Yaxşı xəbərim odur ki, bunu dəyişdirmək üçün hələ də 1 iliniz qarşıdadır. Bəs necə dəyişdirə bilərsiniz? Çox əla bir sual. Birincisi, sosial mediada gəzərkən anlamalı olduğumuz bir neçə dinamika var. Bu dinamika odur ki, sosial media bizi əyləndirmək üçün burada olsa da, bizim əyləncəmizdən pul qazanır. Ən böyük motivasiya onlar üçün budur. Həmçinin də influencerlər üçün, həm də sizin sosial mediada gördüyünüz istənilən bir internet məşhuru üçün. Ona görə kimə baxırsınız, kimi izləyirsiniz, kimlərə pul qazandırırsınız, bunu izləyərkən diqqətli olun. Deyə bilərsiniz ki, mən əylənməyə girirəm TikToka, Instagrama, bir də mənə belə məsuliyyətlə yüklüyorsunuz. Üzrlü sayın, amma yəni dünya artıq belə bir yerdir. Hər birimiz ən kiçik hərəkətlərimiz üçün belə məsuliyyət daşıyırıq. Çünki bu kiçik hərəkətlər böyüyüb bir cəmiyyəti formalaşdırırlar. Və ikinci bir məsələ mənə elə gəlir ki, dünyada biz artıq emosiyalarımızı real həyatda kifayət qədər dilə gətirə bilməyən və bir növ bastırmağa məcbur olan bir neçə insan kollektiviyik. Və tapın görək bu emosiyalar özünə harda büruzə verir? Əlbəttə ki, internetdə, sosial mediada. Və emosiyalardan danışanda yalnız pis emosiyalardan danışmıram. Xoşbəxtlik və ya da sevincdən danışıram. Və bunu çox yaxşı yadda saxlamalıyıq ki, emosiyalarımız hazırda influencerlərə, sosial media şirkətlərinə pul qazandıran əsas elə meyardır. Çünki biz nə qədər qəzəb duysaq, biz nə qədər sevinc duysaq, biz yəni emosiyalarımızı nə qədər yüksəkdə yaşasaq, bir o qədər çox şərh yazırıq, bir o qədər çox materiallarla, sosial media kontentlərinə interaksiyaya keçirik. Və bu bizi bir növ internetdə təəssüf olsun ki, zəif insanlara çevirir. Bunu qəti yanlış anlamayın. Əlbəttə ki, şərh yazmaq, interaksiyaya keçirmək, emosiya bildirmək gözəl bir şeydir, əgər kiməsə zərər vermiriksə. Amma və lakin artıq bizim nəyi nə üçün etdiklərini anlaya bilmədiyimiz insan kollektivləri, hansı ki biz onları davamlı olaraq görürük, onların kontentlərinə interaksiyaya keçirik. Məhz o insanlar bizim üzərimizdə böyük güc sahibidirlər. Paranoyaklaşmaq istəmirəm, amma reallıq budur, təəssüf olsun. Ona görə də kimdən hansı xəbəri alırıq, nə üçün o xəbər o gün orada paylaşılıb, bu xəbərdə yazılan nədir, yazılmayan nədir, bu xəbərdə bu informasiyada hansı şəkildən istifadə olunub, hansı cürə təqdim olunur, bunların hamısını düşünməkdə yarar var. Əlimizin altında smartfon, evimizdə internet, müəyyən resurslarımız, internetə baxmağa vaxtımız, asudə vaxtımızı keçirməyə vaxtımız, bunların hamısı nədir? İmtiyazlardır. Və əgər bu imtiyazlara sahib isə 2026-cı ildə media savadlığı ilə tanış olmamaq artıq bir mövzu belə olmamalıdır.